Yenə də park edəcəyimiz yer sağımızda olan bu iki maneənin iki konusunun ortasıdır. İndi necə Təhsin, bizim böyür məsafəmiz varmı 4-5 metr? 1 metrdən. 1 metrdən də azı, bəli. Əgər avtomobilimizlə, avtomobilimizin böyrü ilə maneə arasında olan məsafə 1 metr, üzr istəyirəm, 4 metrdən azdırsa, yəni 4-5 metrdən azdırsa, biz irəliyə doğru hərəkət edərək bir dəfə ora avtomobilimizi yerləşdirə bilməyəcək. Bu mümkünsüzdür. Güzgümüz çatanda sükanı çevirsək, avtomobilimizin önü gecikmiş olacaq. Avtomobilimizin önü dəyəcək ikinci konusa. Məcburuq tez dönək. Tez də dönsək, avtomobilimizin böyrü dəyəcək birinci konusa. Ona görə buna cəhd eləmək. Əgər böyür məsafəmiz 4-5 metrdən azdırsa, ora avtomobilimizi arxa-arxaya park edirik. Arxa-arxaya parklamanın da bir neçə növü var, bir neçə yolu var. Mən indi bir-bir hamısını sənə etap-etap izah edirəm. Birinci, ən sadə yolunu izah edirəm. İlk parklama növünü izah elədim. İrəliyə doğru hərəkət edərək avtomobili yerləşdiririk. İndi böyür məsafəmiz azdırsa, arxa-arxaya avtomobili ora necə park edəcəyik? Yenə də diqqətimiz əski olmur. Bayaq sadaladıqlarıma riayət edirik. İrəliyə doğru hərəkət edirik. Yenə də güzgümüz bizə yaxın olan ilk maneə ilə paralel olana qədər. Bu dəfə sükanı sağa yox, sola döndərik. Yəni, park edəcəyimiz yerin əksinə avtomobilimizin önü gedir sola və biz geriyə hərəkət edərək avtomobilimizi salırıq o iki maneənin ortasına. Buyur. Sola dönmə siqnalını yandır. Tələsmə getməyə. Bax, yoxla. Güzgüyə bax. Yoxdur gələn? Yoxdur. Orta güzgüyə də bax. Sağ güzgüyə də bax. Heç kim yoxdur ki. İndi tələsmə. Yavaşca, azacıq qazı ver. Ver qazı. Get. Güzgümüz çatdı mı? Gedə-gedə döndər sükanı sola. Yenə bax sola. Burax əyləci, gedə-gedə. Bax sol güzgüyə. Yoxdur gələn? Yoxdur. Çevril sağa da bax o yola. O yoldan sağ. Yoxdur gələn? Yoxdur. İndi qardaş, bax sağ güzgüyə. Sağ güzgüdən sağındakı maneənin, yəni konusu görürsən. Sol güzgüdən necə? Solundakı maneənin konusu görürsən. Hər ikisini uyğunsan. İndi düzləşdir sükanı. 1, 2. Qoy erə. Əyləci burax. Hər ikisinə baxa get. Sağa baxırsan, gözəl. Sola da bax. Sağa da bax. Əyləci burax biraz da. Get. Düz oldu mu? Burax əyləci biraz da. İndi bax, sağımızdakı maneədən biraz aralı olduq cüzdür. Amma solumuzdakını biraz da əyləci burax. Əyləci burax. Buna biraz yaxın olduq. Amma bu artıq ifrata varmaq deməkdir də. Yenə də deyirəm, bu qədər dar bir yerə park etmə. Sadəcə olaraq mən özüm sizin işinizi çətinləşdirirəm ki, asan zaten asandır. Sən oradan geriyə doğru gələndə solda maşınlar dayanmışdı. Sənə yol verirdi. Biri də təlim avtomobili idi. Sağda adamları gördün, biraz təşvişə düşdün. Tələsik nə elədiyini bilmədin. Soyuqqanlı ol. Məntiqlə düşün. Sən avtomagistrallarda parklama əməliyyatlarını yerinə yetirmirsən ki, parkingi harda eləyirik? Ticarət mərkəzlərinin qarşısında, molların podvallarında, məhəllələrdə, həyətlərdə, düzdürmü? Burada hansı sürətdən söhbət gedə bilər? Hansı tələskənlikdən söhbət gedə bilər? Bax, yoxla, ondan sonra soyuqqanlı şəkildə elə. Aydın oldu bu sənə? İndi qoy deyə, çıxıb bir də bunu təkrarlayırıq. Çıxışı izah edirəm. Əgər iki maneənin arasından irəliyə doğru hərəkət edərək sola yaxud da sağa dönürsənsə ki, biz sağa dönəcəyik. Mənim sənə izah etdiyim, öyrətdiyim döngələrin hesablanması, döngələrin raşotu dərsinə qaydırıq geri, yadva sal. Biz sağa dönərkən bizim maneəmiz nədir? Əyləci burax biraz. Nədir maneəmiz? Bu konusu. Sağımızdakı konus. Əyləci burax. Nə qədər böyür məsafəmiz var? 30-40 sm, yarım metr. Necə döngə sayılır? Təhlükəli. Təhlükəli döngələrdə nə vaxt dönürdük? Maşının ortası paralel. Maşının yarısı maneə ilə paralel olanda.
Və istənilən minik avtomobil üçün bu qaydalar keçərlidir. Təkrar olaraq sənə deyirəm ki, sənin simanda izləyicilər də bu məlumatı bilmiş olsunlar. Deməli, böyür məsafəmiz 1 metrdən də azdırsa, maşınımızın yarısı çıxmalı, daha sonra döndərməliyik. Əksər sürücülər təzə vaxtlarda, təcrübəsiz dönəmlərdə bax bu hesablamanı bilmədiyi üçün qəza eləyir ha. Tez dönür, böyrünü vurur, böyründəki bardura yaxud hər hansısa bir maneəyə. İndi sağa dönmə siqnalını yandır. Əyləci burax. Maşının yarısı, bax bu konusu çatsın. Bax, biraz da ged. İndi çatdı mı? İndi sükanı gedə-gedə çevir sağa, axıra qədər. Bax sağ göz gel. Böyrün dəymədi ki ora. 100% belə deyim də, rus demiş, straxovkalı işdimi? Gedir ələ doğru. İndi düzləşdir. Yavaşca saxla. Qoy erə. Əyləci burax, geriyə gedirik. Bütün güzgülərə baxaraq. Get. Hələ davam elə. Davam elə. İndi saxla. Buyur, qoy deyə, indi bu tapşırığı özün yerinə yetir. Avtomobili o iki konusunun ortasına yerləşdir. Amma tələsmə, avtomobil ola bilsin ki, sola dönəcək oradan gələn. Biz ona mane olmaq. Soldan da gələn yoxdur ki, güzgüyə də bax. Hə, indi buyur. Bir də bax sola. Yoxdur gələn? Yoxdur. İndi hər iki güzgüdən hər iki maniyəni gör. Sağ güzgüdən sağ maniyəni, amma birinə yaxın, birinə uzaq olma. Sol güzgüdən sol maniyəni görürsən? Düzləşdir. Qoy rejiminə, buyur. Hər ikisinə baxa get. Hansısa birinə yaxın, hansısa birindən uzaq deyilsən ki? Ona da bax. Yaxşıdır. Arxası daxil oldu mu park yerinə? İndi önə də bax. Bax, bu maniyə ilə ara məsafən var kifayət qədər. Onunla da var, düzdür. Amma avtomobilin ön hissəsi bax belədir. İndi burnu sola gəlməlidir ki, düz otursun maşın yerinə. Onun üçün sükanı çevir sağa. Misal üçün bir dövrə çevir. Azacıq məsafə gedəcək. Buyur, əyləci burax. Qarşıya da bax. Düz oldun. Biraz da əyləci burax. İndi düzəlt. O bir dövrəni qaytar yerinə. Oldu mu? Biraz da get. Get. Aha. Bax o konusa. Dəymədin ki. Buna da dəyməmsən. Düzdür? Böyür məsafəndə eynidir. Bəs hara qədər gedək ki, avtomobilin arxası, bax bu arxada olan bardura toxunmasın. Bu kamera hər maşında olmur. Sən bunun savadlı şəkildə ölçüsünü bilməlisən. Amma bardur olmaya da bilər. Ön qapımız ki var. Bax. Qabaq qapının dəstəyi. Bax, bu. Görə bilirsən də bunu, düzdür. Bax, bu ruçkanın dəstəyin əvvəli. Biri var arxası, biri var ucu. Bax, bu uc hissəsi o bardurun üstünə çatana qədər get. Sağdakına da baxa bilərsən, soldakına da. Buyur. Çatdı. İndi əl əyləcini qaldır. Daha sonra P rejiminə qoy. Əyləci burax. İndi düş gəl, baxaq görək biz neynəmişik. Alındırmışıq yoxsa. Gəl qarşıya, Təsim, gəl. Bax, maşınımız düppələm düz dayanıb. Hə? Dayanıbdır mı? Hansısa birindən uzaq, birinə yaxın deyil ki. Gedək indi. Bax arxasına. Arxası da düz bu sarı xətlə birdir. Arxada da hələ sənin bir 30 sant məsafən var. Düzü? Yenə də deyirəm, müasir avtomobillərdə 360 dərəcə kamera, zolağa nəzarət, kör nöqtə falan bunlar var. Əvvəllər bunlar yox idi.
İndi ona görə də əksər sürücülər robot daşır. O kompüterdən, planşetdən, monitordan asılı qalıblar. Yəni o maşın özünü tənzimləməsə, bunlar radar olmasa park eləyə bilmirlər, zolağı tuta bilmirlər. Sən düz nədir onu öyrən. Sabahsı gün samolyot sür. O ayrı məsələ. Yaxşı? Buyur əyləş.